Bu gün baxırıq termodinamikada ətraflı yazılı cavab tələb olunan tapşırıqlara. Deməli, başlayırıq birinci sualdan. Birinci sualda nə deyir? Birinci sualda deyir ki, verilmiş kütləli bərk cismin qızdırılaraq mayeyə çevrilməsi diaqramı verilmişdir. A nöqtəsinə uyğun, yəni bu nöqtəyə, A nöqtəsinə uyğun vəziyyət üçün maye bərk qarışığındakı bərk və maye hissələrinin kütlələrinin nisbətini hesablayın. Deməli, baxırıq ki, bizə deyir, burada qrafik verilib. Deməli, əriməyə sərf olunan istilik hansı hissəyə uyğundur? Baxın, ərimə hissəsi haradır? Bura. Bircə dəqiqə. Ərimə hissəsi həmin bu qırmızı ilə çəkdiyim hissədir. Yəni, ərimə halında bərk cisim maye halına keçir. Yəni, aqreqat halı dəyişir. Ona görə də biz demişik ki, aqreqat halı dəyişən proseslərdə temperatur sabit qalır. Burada da əriməyə sərf olunur neçə kilojol istilik? 10, ərimə hissəsi 10-dan 40 arasında yerləşir. Deməli, Q ərimə bərabərdir nəyə? 40-dan çıxacam 10-u. Eləyir nə qədər? 30 kilojol. Deməli, əriməyə sərf olunub 30 kilojol istilik. Ərimə istiliyi necə tapılırdı? Q ərimə. Ərimə bərabərdir nəyə? Lambda M-ə. Hansı ki, burada lambdaya biz nə demişdik? Xüsusi ərimə istiliyi. Bu da əritdiyimiz maddənin kütləsidir. İndi baxırıq ki, elə bil ki, tutaq ki, burada hələ ki, bu hissə, baxın, bu hissə qızmaya uyğundur. Bu hissədə maddə qızır. Amma bu hissədə artıq başlayır əriməyə. Ümumi maddənin kütləsinin, mayenin, bərk cismin, yəni mayeyə çevrilməsi diaqramında həmin bu hissəyə uyğun həmin maddənin kütləsini tutaq ki, 3M qəbul edək. İndi baxırıq ki, elə bir maddənin tamamı 3M olsun. Əriməyə sərf olunub 30 kilojol istiliyə, hansı ki, bu 30 kilojol istiliklə biz 3M kütləli cismi əridirik. Deməli, 30 kilojol istilik sərf olunub 3M kütləli cismi əritməyə. İndi bizə deyir ki, burada A nöqtəsinə uyğun, həmin bu nöqtəyə uyğun maye və bərk hissələrinin kütlələrinin nisbətini tapın. Deməli, biz bu hissəyə kimi nə qədər istilik sərf olunub? 30-10 arasında 20 kilojol istilik ayrılıb. Amma ki, bir şey var ki, burada hələ maddə tam əriməyib. Bu hissədə, bəli, məsələn, bura bir B nöqtəsi desək, həmin bu B nöqtəsində maddə tam əriyib. Artıq tamamilə maye halına keçib. Amma A nöqtəsində hələ ki, bərk hissəsi qalıb, tamamilə əriməyib. Deməli, 30 kilojol 3M-i əridirsə, görək bu 20 kilojol neçə M-i əridib? Onu da yazaram. 20 kilojol X. Yəni, X kütləsini əridib bu cismin. Onda X nəyə bərabər olur? X bərabərdir. Tənasüblə getsək 20 vurulsun 3, yəni çarpaz vururuq da 20-ni 3-ə vurub bölürük 30-a. Deməli, 20-ni vururam 3-ə, bölürəm nəyə? 30-a. Burada da 3-dən 30 ixtisar gedir. 10, düzdürmü? 20 ilə də 10 ixtisar gedir. 2. Deməli, X neçə M imiş? X bərabərdir 2M. Aydındır? Yəni, biz ümumi kütlənin 3M kütləli cisim götürdük. Bunun 2M-i hal-hazırda belə deyim, 2M-i əriyib, maye olub. Amma hansı hissəsi qalıb? Bütün maddənin kütləsi 3M deyildi. 3M. Bunun 2M-i əridi axı. A nöqtəsinə uyğun hissəyə baxırıq. Nə qədər qaldı? M hissəsi bərk halda qaldı. İndi bizə deyir ki, A nöqtəsinə uyğun bərk və maye kütlələrinin nisbətini tapın. Tapdıq da bunun bərk hissə M-dir. Maye hissəsi nə qədər idi? 2M. 2M-i ərimişdi axı. Biz hansı ki, tapdıq X-i 2M. 2M-i əriyib. M də bölürəm 2M-ə.
m-lər ixtisar getdi, qaldı 1 bölünsün 2, yəni 0,5. İndi keçirəm ikinci məsələyə. İkinci məsələdə nə deyir bizə? İkinci məsələdə deyir ki, 2 mol 1 atomlu ideal qazın halının dəyişməsi diaqramı verilmişdir. Bu prosesdə qazın temperaturu neçə Kelvin artmışdır? Deməli, P-nin V-dən asılı qrafikidir. Biz bura bu məsələni hansı üsulla həll edəcəyik? İlk öncə burada tənliyimizi yazaq. PV bərabərdir nu RT. Düzdürmü? İndi buradan T-ni tapaq. T nəyə bərabər olur? PV bölünsün nu R-ə. İndi baxırıq qrafikə. Grafikdə ilk öncə bir nöqtəsinə uyğun T1 tapıram. T1 nəyə bərabərdir? T1 buradan yazaq da. T1 bərabərdir nəyə? T1-ə bu bir nöqtəsinə uyğun həcm 3-dür. Təzyiq də 4-dür. Onda nə yazıram burada? PV bölünsün nu R deyil. 2 mol deyirsə, onda nu bərabərdir 2 mol. Düzdürmü? R də bizə verib də şərtdə 8. Deməli, düsturumuz necə idi? PV bölünsün nu R. Onda P-nin yerinə 4, V-nin yerinə 3, nu-nun yerinə 2, R-in yerinə 8. Bu da edir, burada 4 ilə 8 ixtisar gedir, 2. Burada da qalır 4-də 3. Bu da eləyir 0,75, %75 Kelvin. İndi keçsəm T2-ni hesablayıram. T2 nəyə bərabərdir bəs? T2-ni tapmaq üçün V2-ni bilməliyəm. 6, P-nin qiyməti 10. Onda eyni tənliyi yazıram. Eyni düsturu daha doğrusu yazıram. PV bölünsün nu R. P-nin qiyməti 10, V-nin qiyməti 6, nu-nun qiyməti 2, R-in qiyməti 8. Bu da elədir nə qədər? 60 bölünsün 16. 60 bölünsün 16. Bunu da bölsək eləyir 3,75 Kelvin. İndi burada bizə deyir ki, bu prosesdə qazın temperaturu neçə Kelvin artmışdır? Deməli, 0,75 imiş, olub 3,75. Onda 3,75-dən çıxıram nəyi? 0,75. Bu da elədir nə qədər? 3 Kelvin artıb. Cavabımız oldu 3 Kelvin. İndi keçirəm 3-cü məsələyə. 3-cü məsələdə bizə nə deyir? 3-cü məsələdə deyir ki, buranı silək yavaş-yavaş. İndi baxıram 3-ə. 3-də deyir ki, faydalı iş əmsalı 40% olan, yəni etan bizə verib 40%. Sobadakı kristalın temperaturunun əriməyə sərf olunan istilik miqdarından asılı qrafiki verilib. Ərimə müddətində sobada ayrılan istilik miqdarını hesablayın. Deməli, əriməyə bayaqki məsələdə, birinci məsələdə dediyimiz kimi əriməyə sərf olunan hissə hansıdır? Baxın, bu hissə. İndi bizə deyir ki, ərimə müddətində sobada ayrılan istilik miqdarını hesablayın. Eta nədir? Faydalı iş əmsalı, düzdürmü? Eta nəyə bərabərdir? Faydalı işin, yəni A faydalının A tam işə nisbəti. İndi biz burada faydalı iş görürük. Faydalı iş nə idi? Məqsədə sərf olunan iş idi. Tam işdə işi görənin gördüyü işdir. Aydındır? Məsələn, sobanın gördüyü işdir. İndi burada sobanın gördüyü iş deyəndə, yəni biz hansı ki bütün maddəni ərdirik də ki, toplam sərf olunan istilik miqdarına bərabər olacaq. Burada tam iş. Amma faydalı iş hansı ki biz maddəni əritmək istəyirik, yəni məqsədimiz maddəni əritməkdir. Ona sərf olunan istilik miqdarı. Yəni yazıram burada Q ərimə bölünsün nə? Q tam. İndi burada baxıram ki, əriməyə sərf olunan istilik miqdarı nə qədərdir? 10 deyirəm, 100 ilə 200 arası nə qədər eləyir bu?
200-dən çıxıram 100-ü. Q əriməni tapmaq istəyirəm. Q ərimə bərabərdir. 200 çıxılsın 100. Bu da eləyir nə qədər? 100. Düzdürmü? 100 joule. Yox, kilojoule. Aha, 100 kilojoule. İndi əriməyə sərf olunan hissədə, hansı ki biz burada sabit olan hissəni götürdük də, yəni bu qırmızı ilə çəkim bunu. Baxın bu hissəni. Bu hissədə də Q əriməni tapdıq nə qədər? 100. 200-dən çıxdıq. 100-ü eləyir 100. İndi burada 0,4 eləyir də burada eta. Çünki 40%-dir. Biz bunu faizsiz yazsaq 0,4. Yaxşı, faizlə yazaq, ev yox. Yazaq Q ərimə bölünsün Q tam vurulsun 100% bərabərdir 40%. İndi burada Q ərimə bölünsün Q tam bərabərdir 40 bölünsün 100, yəni 0,4. Q əriməni tapdıq da 100. Onda yazıram 100 bölünsün Q tam bərabərdir 0,4. Q tam tapa bilərəm də. Neyəcəm? 100-ü böləcəm 0,4-ə. Bu da eləyir, hər tərəfini 10-a vursaq 1000 bölünsün 4. Bu da eləyir 250 kilojoule. Çünki kilojoule daxil. Ona görə yazdıq kilojoule. İndi keçirəm 4-cü məsələyə. 4-cü məsələnin üstünü yazmışam. Bunu silək. İndi baxıram 4-ə. 4-də deyir ki, ideal istilik maşınının, bir dəqiqə silim buranı. İdeal istilik maşınının qızdırıcısının temperaturu 527 dərəcə Selsi, soyuducusunun temperaturu isə 27 dərəcə Selsidir. Maşın 45 kilojoule iş görmək üçün qızdırıcıdan nə qədər istilik miqdarı almalıdır? İlk öncə bu Selsiləri çeviririk nəyə? Kelvinə. Deməli, qızdırıcının temperaturunu T1 ilə işarə eləmişdik də, istilik mühərriklərində bunun haqqında danışmışıq. Deməli, T1 bərabərdir nəyə? 527 dərəcədir deyə 527-nin üzərinə gəlirəm 273-ü Kelvinə çevirmək üçün. Bu da eləyir nə qədər? 800 Kelvin. İndi baxıram T2, yəni soyuducusunun temperaturu. Soyuducunun da temperaturunu biz T2 ilə işarə eləmişik də. Onda T2 də bərabərdir 27 üstəgəl 273. Bu da eləyir nə qədər? 300 Kelvin. İndi bizə deyir ki, 45 kilojoule iş görmək üçün qızdırıcıdan nə qədər istilik miqdarı alınmalıdır? İndi burada biz necə həll edirik? İlk öncə baxırıq ki, bu ideal istilik maşınıdır da, düzdürmü? İdeal istilik maşını üçün biz faydalı iş əmsalını necə tapırdıq? Eta nəyə bərabər idi? 1 çıxılsın T2 bölünsün T1-ə. Tapaq birinci etanı. Bu da eləyir 1 çıxılsın T2 nə qədərdir? 300 bölünsün 800. Bu da eləyir, bunlar 0 gedir. Qalır burada 1-i 8-də 8 kimi yazaq. Çıxılsın 8-də 3. Bu da eləyir 8-də 5. Tapdıq 8-də 5. Yine həm də eta nəyə bərabər idi? A' bölünsün Q1-ə. Yəni qazın gördüyü işi, burada işi bölürdük nəyə? İstilik miqdarını Q-yə. Onu da burada bizə nə edir tapın? Qızdırıcıdan nə qədər istilik miqdarı almalıdır? Yəni Q-nü tapmalıyıq. Q də nəyə bərabərdir? A bölünsün, A' bölünsün etaya. Burada da A-nı verib də 45 kilojoule. Bunda 45 bölməliyim nəyə? 8-də 5-ə. Bu da eləyir nə qədər? 45 vurulsun 8 bölünsün 5. Buradan da buna ixtisar edir 9. 9'da vuran da 8'ə 72. 72 kilojoule. İndi baxıram burada 5-ci məsələyə. 5-ci məsələ. 5-ci məsələdə bizə nə deyir? 5-ci məsələni yazmaq üçün buradan 4-ü silək.
Aha. 5-ci məsələdə deyir ki, misdən hazırlanmış və kütləsi 0,5 kiloqram olan yazılıb burada. Qazan 80 dərəcə Selsi soyuduqda daxili enerjisi neçə kilojul azalar və misin xüsusi istilik tutumu verib 390 jol bölünsün kiloqram vurulsun Kelvin. Belə məsələlərdə diqqətli olmaq lazımdır. Söhbət bərk cisimdən gedirsə, onda qaz və mayeyə nisbətən belə deyim də genişlənmə, sıxılma çox az olur bərk cisimdə. Yəni olmur deyə bilərik. Bərk cisimdə axı bərk cisim həcmini saxlayır da, ona görə də burada sıxılma və genişlənmə prosesi rahatlıqla apara bilmərik. Deməli, onda biz termodinamikanın birinci qanunu həmin bu məsələyə tətbiq eləsək, ilk öncə yazaq delta U bərabərdir Q, yəni istilik miqdarı üstəgəl burada xarici qüvvələrin qaz üzərində gördüyü iş, yəni A. İndi baxırıq ki, burada dedik ki, bərk cisim həcmini saxlayır da, yəni biz dedik ki, genişlənmə və sıxılma çox az olur, olmur da deyə bilərik. Ona görə də biz bu məsələdə A-nı 0 götürürük. Həcm dəyişmirsə, A bərabərdir 0. Onda delta U nəyə bərabər olur? Q-yə bərabər olur. İndi burada, yəni bərk cisimlərdə daxili enerji sırf istiliyin hesabına dəyişir. Görülən iş 0 olur. Onda burada delta U bərabərdir Q. Burada da biz nə edirik? Qazan soyuyub burada, düzdürmü? İndi baxırıq ki, daxili enerji nə qədər azalıb. Onu Q-nün yerinə yazacağım. Cm delta T. Cm delta T. Aha. İndi burada C-ni verib də bizə 390. M-i verib 0,5. Kütlə 0,5. C-ni verib 390. İndi dərəcəni də burada temperatur, yəni soyuyub deyir. Deməli, dəyişib də. Yəni, demiş ki, qazanın temperaturu 80 dərəcədir. Düzdürmü? Deyir ki, 80 dərəcə soyuyub. Yəni, məsələn, temperaturu 100 imiş, olub 20 tutaq ki, 80 dərəcə soyuyub. Bu nədir? Temperatur dəyişməsidir də. Yəni, temperatur 80 dərəcə azalıb deməkdir. Və biz artıq bunu Kelvinə çevirməyə ehtiyac yoxdur. Çünki Kelvin şkalasında və Selsi şkalasında dəyişmə eyni idi. Düzdürmü? Selsi. Bu da Kelvin yazaq. Yəni, Kelvindən dərəcə Selsi şkalasında dərəcə eyni idi. Dəyişmə eyni idi. Ona görə də burada nə yazacağım? 390 vurulsun 0,5 vurulsun. Elə nəyə yazacağım? 80. Bunu da hesablayaq. 390'ı vuraq 0,5'ə, yəni bölməliyik 2-yə də. 390'ı vuranda 0,5'ə 195, bunu da vuranda 80'ə eləyir 15.600. 15.600. İndi baxırıq ki, bu məsələdə, baxın, C-nin qiyməti jolundan, Kelvindən, kiloqramdan verilib, kiloqramdan verilib kütlə. Yəni, biz burada tapdığımız joldur. Biz jolla tapmışıq. Məsələdə isə neçə kilojol azalar deyir. Deməli, bu 15.600 joldur. Bunu da çevirsək, kilojolla nə etməliyik? 1000-ə bölməliyik. Bu da eləyəcək 15,6 kilojol. Baxırıq 6-cı suala. 6-cı sualda deyir ki, verilmiş kütləli bir atomlu ideal qazın xarici qüvvələr üzərində gördüyü işin nə deyir bizə? Qazın gördüyü işin, düzdürmü? Yəni, bu A' qazın gördüyü işdir. Qaza verilən istilik miqdarına, yəni Q-dən asılı qrafiki verilib. Deməli, uyğun düsturları yazmaqla bu asılıqların hansı proseslərə aid olduğunu izah edin, deyir bizə. Baxıram ilk öncə birinci qrafikə. Baxın, buna baxıram, birinciyə. İndi burada nə baş verir? Burada baxırıq ki, görülən iş, qazın gördüyü iş A', 1 yazıram. A' bərabərdir nəyə? 10'a. Q-nin qiyməti nə qədərdir? Q də bərabərdir 10'a. Deməli, nə olub? A' bərabərdir Q olub. Nə vaxt belə olur? İlk öncə ümumiyyətlə termodinamikanın birinci qanunu yazaq. Delta U bərabər idi Q plus A da yaza bilərik. İndi burada qazın gördüyü işdir deyə yazıram minus A'.
Bu termodinamikanın birinci qanunu, düzdürmü? Əgər burada U 0 olsa, Q A-ə bərabər olar. Yəni delta U nə vaxt 0 olur? Delta U nə vaxt 0 olur? İzotermik prosesdə, düzdürmü? İzotermik. İndi baxıram ikinciyə. İkincidə görürəm ki, baxın indi baxırıq ikinciyə. İkinci qrafikdən görünür ki, deməli burada Q-nin qiyməti 10 olub, A'-ın qiyməti 4 olub. A' bərabərdir 4, Q də bərabərdir 10 olub. Baxıram ki, A' bərabərdir nəyə? 0,4 Q-yə bərabərdir də. Yəni Q-nun yerinə 10 yazaq. Məsələn, indi 0,4 vurulsun 4 joule. Düzdürmü? Kilojoule daha doğrusu. Burada kilojoule-dan verib də. İndi A' nə zaman Q-nun 0,4 hissəsinə bərabər olurdu? Təbii ki, izobar prosesdə, hansı ki P bərabərdir konstant olsa. Aha, dedik burada. Deməli, birinci izotermik, ikinci izobar. İndi keçirəm 7-ci suala. 7-ci sualda nə deyir? 7-ci sualda deyir ki, izoxorik və izobarik proseslərdə verilmiş kütləli bir atomlu ideal qazın daxili enerjisinin dəyişməsinin qaza verilən istilik miqdarına asılı qrafikləri verilib. Uyğun düsturları yazmaqla qrafiklərin 1-2 nöqtələri üçün daxili enerjinin dəyişmələrini hesablayın. Burada elə bil ki, həmin bu 6-cı məsələnin eynisidir. Sadəcə tərsidir, belə deyək. Çünki 6-cı məsələlərdə Q ilə A-nın qiyməti verilmişdir. Burada Q-nü verib prosesin adlarını deyir. Deməli, birinci proses necə proses idi? İzoxorik proses. Yəni V bərabərdir konstant. V konstantsa nə olurdu? İş görünmürdü də. Qazın işi 0 olurdu. Eyni zamanda xarici qüvvələrin qaz üzərində gördüyü iş 0 olurdu. Termodinamikanın birinci qanunu necə idi? Delta U bərabər idi. Q çıxılsın H-ə. Düzdürmü? Əgər H 0 olsa, onda delta U nəyə bərabər olar? Q-yə. Deməli, Q-nun qiyməti 300-dürsə, U-nun da qiyməti nə olar? 300 olar. İndi keçirəm ikinciyə. İkinci necə qrafik idi? İzobarik, yəni P bərabərdir konstant. Biz indi burada delta U-nu tapmalıyıq da. İzobarik prosesdə delta U nəyə bərabər olurdu? Q-nun 0,6-sına. Elə bil ki, qaza verilən istilik miqdarının 0,6 hissəsi sərf olunurdu nəyə? Daxili enerjinin dəyişməsinə. Yerdə qalan həmin o 0,4 hissəsi, yəni 0,4 Q-də qazın iş görməsinə sərf olunurdu da, qazın işinə. İndi burada 0,6 Q-nu tapacağım. Q-nun qiyməti 300 deyil, gətirib yerinə yazacağım. 300 vurulsun 0,6. Bu da edir nə qədər? 180 kilojoule. Deməli, nə oldu burada da? 180 kilojoule. İndi keçirəm 8-ci məsələyə. 8-ci məsələdə bizə nə deyir? Verilmiş kütləli bir atomlu ideal qazın halının dəyişməsi diaqramı verilmişdir. Hansı hissədə qazın daxili enerjisi artmışdır deyir bizə. Aha, deməli, P-nin V-dən asıllıq qrafikidir. Bizə nəyi soruşur? Daxili enerji artan hissələri soruşur, düzdürmü? İndi bir-bir yazacağım proseslərin adlarını. Birinci başlayıram 1-dən 2-yə keçilən prosesə. 1-dən 2-yə keçiləndə baxırıq ki, burada P-yə, yəni təzyiq oxunan perpendikulyar, deməli təzyiq dəyişmir də, P bərabərdir konstantdır. Necə prosesdir? İzobarik prosesdir. İzobarik prosesdə də baxın görürəm ki, buradan oxun istiqaməti V-nin artan istiqamətindədir, düzdürmü? V artırır. Onda nə olur? Temperaturda V ilə düz mütənasib idi də izobarik prosesdə. Onda T də artır deməkdir. Düzdürmü? İndi bizə deyir ki, burada hansı hissədə daxili enerji artır? Daxili enerjinin də artması verilmiş kütləli deyiriksə, U da bərabərdir. Düsturumuz necədir? 2-də 3 nÜRT yaza bilərəm də. Çünki kütlə sabitdir, verilmiş qazdır. Onda burada U T'dən düz asılı olur. Verilmiş kütləli deyirsə, T artırsa, nə olur? Delta U da artmalıdır. U artmalıdır daha doğrusu delta U. Delta U da bəli artmalıdır. U artacaq. İndi keçirəm nəyə? 2-dən 3-ə. 2-dən 3-ə baxırıq ki, P ilə V bir-biri ilə tərs asılıdır. Nə vaxt tərs asılı olur? Temperatur sabit olanda. Yəni T bərabərdir konstant və
temperatur sabit olanda biz demişdik ki daxili enerji dəyişmir. Yəni U konstant olur, daxili enerjinin dəyişməsi də 0 olur. U konstantsa dəyişməsi 0 olur. İndi keçirəm 3-dən 4-ə. 3-dən 4-ə proses, baxın burada həcmə perpendikulyardır, yəni V oxuna perpendikulyardır. Deməli, necə prosesdir? İzoxorik prosesdə, hansı ki V bərabərdir konstant olur. V bərabərdir konstantdır və baxıram ki, P-nin qiyməti artır. Baxın, P oxunda artan istiqamətdədir, oxun istiqaməti. Deməli, P artır. İzoxor prosesdə də təzyiqlə temperatur düz asılı idi. Yəni, P artırsa, T də artır. T artırsa, delta U artır. Yəni, U-nun qiyməti də artır. Yəni, daxili enerji dəyişməsi artır deməkdir. İndi bizdə soruşur, daxili enerji nə zaman artır? Bu 1-dən 2-yə, bir də nə zaman oldu? 3-dən 4-ə. İndi keçirəm 9-cu məsələyə. Baxaq 9-da nə deyir? 9-cu məsələdə bizə deyir ki, 42 qram spirt tam yandıqda nə qədər suyu 58 Kelvin qızdırmaq olar? Deməli, 42 qram spirtimiz var. Bu spirt yanır. Yanma isteği necə yazacağım? QM. Q spirt vurulsun M spirt. Aha. Bu yanır. Düzdürmü? Deyir ki, bu indi yandıqda həmin bu istiliklə nə qədər suyu qızdırmaq olar? Burada nə yazacağım? Cm delta T. Cismi qızdırmaq üçün lazım olan istiliyin miqdarı. Cm delta T. Hansı ki, bura su üçün yazıram. Suyun kütləsi, suyun xüsusi istilik tutumu və suyun temperaturu. Suyu nə edirəm? Qızdırıram burada. Düzdürmü? İndi bizdən nəyi soruşur? Nə qədər su? Yəni, suyun kütləsini soruşur. Düzdürmü? İndi burada nə yazıram? 58 Kelvin deyir qızdırmaq olar. Yəni, qızdırmaq nə deməkdir? Desəydi ki, temperaturu 58 Kelvindir. Hə, onda bu temperaturu deyərdi 58 Kelvindir. Amma burada qızdırmaq deyir. Yəni, temperatur dəyişməsidir 58 Kelvin. İndi nə yazıram? Q spirti verib 2,9 vurulsun 10 üstündə 7. M spirti verib 42 qram. 42 qramda biz çevirməliyik də, düzdürmü? 42 qram, 1 qram neçə kilogramdır? 1 bölünsün 1000. Düzdürmü? Deməli, 42-ni bölməliyəm 1000-ə. Bu da eləyir nə qədər? 0,042 kilogram. İndi gətirim yerinə yazıram. M spirtin yerinə yazmalıyım nə qədər? 0,042. Sonra C sunun yerinə yazıram 4200. Vurulsun M suyu bilmirəm. Delta T'nin də yerinə yazıram 58. Buradan M su nəyə bərabər olur? M su bərabər olur. 2,9 vurulsun. 10 üstündə 7 vurulsun. 0,042 bölünsün. 58 vurulsun. 4200. Bunda nə yazırıq? Bu 2,9 yazaq elə 29. Vurulsun. Bu elə bil 29 vurulsun 10 üstü mənfi 1 demək deyil. Mənfi 1 də elə bil yazıram vurulsun 10 üstü mənfi 1. Vurulsun 10 üstü 7 vurulsun. 42 vurulsun. Bu nə deməkdir? 3-dən 0 yoxdur. 42 vurulsun 10 üstü mənfi 3 deməkdir də. Düzdürmü? İndi bunu nə yazıram? 58 vurulsun. 42 vurulsun. 10 üstündə 2. 42'ler ixtisar getdi. 29 ilə 58 ixtisar getdi. Burada qaldı 2. Burada da 10 üstündə 7 vurulsun. 10 üstündə mənfi 4. Bu da eləyir 10 üstündə 3. Bölünsün 2 vurulsun. 10 üstündə 2. Bu da eləyir 2'də 1 vurulsun. 10. Yəni 5. Deməli 5 kilogram suyu nə etmək olar? Qızdırmaq olar. İndi keçirəm 10-cu məsələyə. 10-cu məsələdə bizə nə deyir? 10-cu məsələdə deyir ki, normal birinci seçək. 10-cu məsələdə deyir ki, həcmi V bərabərdir 0,4 metrin kubu olan sabit kütləli bir atomun ideal qazın təzyiqi P bərabərdir 5 kilopaskaldır. Sabit təzyiqdə, yəni P bərabərdir konstant olsa,
Qazın mütləq temperaturunu 4 dəfə artırdıqda, yəni T-ni elə bil artırdım 4 dəfə. Onun daxili enerjisinin dəyişməsini deyir hesablayın. İndi sabit təzyiqdə daxili enerjinin dəyişməsi necə hesablanırdı? Buraya yazaq delta U bərabərdir sual. Sabit təzyiqdə delta U bərabər idi nə? 2-də 3 P delta V-yə. Düzdürmü? P-nin qiyməti var 5. Yazıram 2,3 vurulsun, 5 vurulsun. İndi burada əsas məsələ nədir? V-ni tapmaqdır. Biz bilirik ki, izobarik prosesdə P sabit olanda əgər ki temperatur artırsa, həcm də artır. Çünki həcmlə temperatur düz mütənasib olur. Onda V1-in qiyməti nə qədər idi? 0,4 idi. 0,4 metrin kubu idi. O artdı. Neçə dəfə? 4 dəfə artdı. Vur 4 yazıram. 4 dəfə artsa nə olur? V2 bərabər olur 0,4 vurulsun 4-ə. Bu da eləyir nə qədər? 1,6-da, düzdürmü? 1,6 metrin kubu oldu. İndi gətirib yerinə yazıram yuxarıda. Eləyir 2-də 3 vurulsun, 5 vurulsun. Bu delta V-dir. Yəni son qiymətindən başlanğıc qiymətini çıxmalıyım. Yəni 1,6-dan başlanğıc qiyməti 0,4-ü çıxacam. Bu da eləyir nə qədər? 1,2, elə bil ki 2-də 3 vurulsun, 5 vurulsun, 1,2. Bu da eləyir nə qədər? 3 vurulsun, 5 vurulsun, 0,6. Bu da 3, 3, bu da 9. 9 nə? Kilojoule. İndi keçirəm 11-ci məsələyə. 11-ci məsələdə bizə nə deyir? Deyir ki, verilmiş kütləli ideal qazın daxili enerjisinin dəyişməsinin ona verilən istilik miqdarından asılılığı şəkildəki kimidir. Uyğun düsturlardan istifadə edərək qazın həcminin temperaturdan asılılığını çəkin deyir. İndi burada bunu necə yazırıq? Onu silək. Baxıram ki, qrafikdə, baxın, burada bir üçbucaq quracam indi. Hansı ki, bura Q-nin qiymətləri uyğundur, bura delta U-dur. Düzdür? Bura 45-dirsə, burada 45-dir. Düzdür? İndi bu necə üçbucaq sayılır? Bərabər yanlı üçbucaq sayılır. Yəni katetləri bərabər olur. Yəni hətta tamamlayaq üçbucağı. Katetlər bərabər oldu, düzdürmü? Deməli, nə oldu burada? Q bərabərdir delta U oldu. Düzdür? Bu nə zaman olurdu? İzoxor prosesdə. İzoxor. İzoxor nə idi? Yəni qazın gördüyü iş 0 olurdu. H bərabər də 0 olurdu. İndi burada bizə deyir ki, qazın həcminin temperaturdan asılılığını çəkin. Yəni V-nin T-dən asılılığını çəkməliyəm. İzoxor prosesdə V dəyişmir. Düzdürmü? İndi U da müsbət hissədədir. Getdikcə də artır da. Görürük ki, U bərabərdir 2-də 3. Delta U bərabərdir 2-də 3. Nü-RT deyil. Daha doğrusu U bərabərdir 2-də 3 nü-RT deyil. Onda U artırsa, U-nun artması nə deməkdir? Temperaturun artması deməkdir də. Temperatur artıbsa, indi həcmin temperaturdan asılılıq qrafiki necə olacaq? Baxın, həcmdir. V-nin çəkirəm nədən asılılığını? T-dən. Bildik ki, proses izoxorik prosesdir. Yəni, həcm sabit qalır. Bəs artır yoxsa azalır? Nə dedik? Daxili enerji artır, deməli temperatur artıb. Belə olacaq. Əgər daxili enerji azalsaydı, belə olardı qrafikimiz. Keçim 12-ci məsələyə. 12-ci məsələdə nə deyir? Deyir ki, verilmiş kütləli bir atomlu ideal qazın AB keçidi zamanı aldığı istilik miqdarını hesablayın. Bizdə normalda silək buranı. Normalda termodinamikanın birinci qanunu delta U bərabərdir Q çıxılsın H'. Buradan Q-nu tapsam Q bərabərdir delta U plus H' tapdım. Düzdürmü? İndi deyək ki, AB keçidi zamanı aldığı istilik miqdarını təyin edin. Düzdürmü? Baxıram ki, proses necə prosesdir? P-nin V-dən asılılığı yox. Burada AB keçididir. Deməli, burada məsələn belə çəkə bilərik də. Elə bil ki, 2 dənə izotermik çəkə bilərik buradan belə P ilə V-nin tərs asılılığını. İndi yəni bu heç bir proses deyil. İndi nə yazıram burada? Yazıram ki, belə olan halda
biz daxili enerjinin dəyişməsini necə tapırdıq? Delta U bərabər olurdu nəyə? 2-də 3 P2 V2 çıxılsın P1 V1-ə. İndi yerinə yazıram. 2-də 3 vurulsun. P2-nin qiyməti nə qədərdir? A-dan B-yə gəlməyib. Deməli, ikinci B hissəsinə uyğundur. Həcmi 10, təzyiqi 40. Deməli, 40 vurulsun 10, yəni 400. Çıxıram nə? P1 V1. Yəni P-nin ilk qiyməti 20, V-nin ilk qiyməti 5. 20-ni də vuranda 5-ə 100. Bu da elədi nə qədər? 2-də 3 vurulsun 300. Bu da elədi 3 vurulsun 150, yəni 450 kilojoule. Düzdürmü? İndi nə edirəm? Bunu tapdıq 450. İndi keçirəm işi tapmağa. AB qrafiki, AB deyirəm, PV qrafiki veriləndə işi necə tapırdıq? Fiqurun sahəsindən tapırdıq da. Düzdürmü? İndi fiqurumuz da budur. Fiqurumuz nədir? Trapesiyadır. Trapesiyanın bu oturacaqlardır. Bir oturacağı 40'dır, bir oturacağı 20'dir. Bu da hündürlükdür. Hündürlük nə qədərdir? 5 10 arası 5. Trapesiyanın sahəsi necə tapılırdı? Bax, görülən iş A bərabərdir nəyə? S fiqura. Düzdürmü? S fiquru da tapanda nə edəcəm? Oturacaqlarını toplayıram. Oturacaqlarını toplayıram. 20 üstə gəl 40 bölünsün 2 vururam hündürlüyə, yəni 5'ə. Bu da elədi nə qədər? 20 üstə gəl 40 60 bölünsün, vurulsun 5 bölünsün 2. Bu da edir 150, yəni 300 bölünsün 2 150 kilojoule. İndi Q'nu tapmaq üçün nə edirdim? Q'nu tapmaq üçün toplayırdım. Qayıdıram bura. Onun qiymətini tapdım 450. A'nın qiymətini tapdım 150. Bu da elədi ümumi 600. Cavabımız oldu 600. 13-cü məsələ. 13-cü məsələdə nə deyir? 13-cü məsələdə deyir ki, artıcıl baş verən 1, 2, 2, 3 proseslərində verilmiş kütləli bir atomu ideal qaz eyni qədər, yəni Q1, 2 bərabərdir Q2, 3, 100 joule istilik miqdarı alır. 1-2 prosesində qazın daxili enerjisinin dəyişməsi U1-2 60 joule-dur. Hələlik bura kimi eləyək. Baxaq görək birinci proses hansı prosesdir. Deməli 1-dən 2-yə keçiddə daxili enerjinin dəyişməsi olub nə qədər? 60 joule. Qaza nə qədər istilik miqdarı verilmişdir? Hər iki prosesdə 100 joule istilik miqdarı verilmişdir. Q1-2 də 100 joule-dur. Buradan baxırıq ki, delta U bərabərdir 0,6 Q'ya bərabərdir. Çünki 100'ü 0,6'ya vuranda eləyir 60 joule. Bu hansı prosesdə olurdu? İzobar prosesdə, yəni P bərabərdir konstant olanda. Deməli, birinci proses necə prosesdir? İzobar. Keçdik ikinciyə. Burada yəni istiliyin 0,6 hissəsi daxili enerjinin dəyişməsinə sərf olundu da. Ona görə deyirik bu izobar prosesdir. İndi keçirəm 2-3-ə. Q 2-3-də yenə 100 oldu. Amma daxili enerjinin dəyişməsi delta U 2-3-də 100 joule-dur. Q nə zaman delta U-ya bərabər olur? Yəni elə bil ki, sistemə verilən istilik miqdarının hamısı sərf olunur daxili enerjinin dəyişməsinə. Bu nə zaman olurdu? İş 0 olanda. Bunlar hardan gəldi? Termodinamikanın birinci qanunundan gəlir də. Delta U bərabər idi nəyə? Q çıxılsın A-X. Düzdürmü? İndi buradan A' ya da A yaza bilərik. Xarici qüvvəni gördük. A' yəni bərabərdir 0 olsa, onda delta U bərabər olar Q'ya. Deməli, prosesimiz necə prosesdir? İşin 0 olduğu, yəni izoxor proses. Nə zaman iş 0 olur? V sabit olanda, V konstant olanda iş 0 olur. Deməli, 2-3 prosesi də izoxor prosesdir. İndi hər ikisində deyir ki, hər iki prosesdə deyir ki, istilik elə bil ki, baxın, istilik alır deyib də. Düzdürmü? Deməli, bunlar genişlənmə və qızma proseslərdir. Yəni, birinci prosesimiz olacaq izobar genişlənmə, ikinci prosesimiz olacaq izoxor qızma. İndi bunları burada çəkək. Buradan biri pozun. Buradan başlayaq çəkək. Bu biri buraya yazaq. İndi birinci proses izobar prosesdir.
İzobar prosesdə yəni P sabit olsa, P konstant olsa, R'nun düsturu necədir? P'in bölünsün RT. Buradan R onsuz da sabitdir, universal qaz sabitidir. M də qazdır da, yəni verilmiş bir qazdır. Ona görə M də sabitdir. P də sabitdir. Onda Rho T'də necə asıldı? Tərs asıldı. Baxın, belə olacaq qrafikimiz. Bu 1-2 prosesdir və qızma prosesi olduğu üçün oxu bu istiqamətdə qoyuruq. Niyə belə qoyduq? Çünki buradan oxun artması hissəsi temperaturun artması istiqamətində gedir. Yəni qızmaqda genişlənmə olsun, qızma olsun, eyni şeydə izobar prosesdə. İndi buradan 2-dən də nə edirəm? 2-dən də keçirəm 3-ə. Burada da 3 prosesi. Niyə belə çəkdim? Çünki Rho bərabərdir. Rho bərabərdir. M bölünsün V deyil. Verilmiş kütləli qaz deyil. Ona görə M sabitdir. V də sabit olduğu üçün Rho nədir? Rho sabitdir. Ona görə də qrafikimiz olacaq belə. İndi keçirik 14-cü suala. 14-cü sualda nə deyir? Deyir ki, bir atomlu ideal qazın halının dəyişməsi PV diaqramında verilib. 1, 2, 3, 4, 1 prosesində qazın xarici qüvvələr üzərində gördüyü iş aştırıq olarsa, 1, 2, 3 hissəsində görülən işi deyil, hesablayın. Mən bu kvadratların hər birinin sahəsini S deyəcəm. Burada olur S, 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 hamısına deyirəm S. Düzdürmü? Hamısı kvadratdır da, bərabər sahəli kvadratlardır, bərabər tərəfli kvadratlardır. Ona görə hamısının sahəsi oldu S. İndi 1, 2, 3, 4, 1 prosesi. Bu qapalı prosesdir. Baxın burada. Qazın gördüyü iş nəyə bərabər olur? Baxın, bu fiqurun sahəsinə bərabər olur. Düzdür? Deməli, yazıram 1, 2, 3, 4, 1 prosesində görülən iş neçə S oldu? Buradan 3, buradan 4, 12 S. Düzdürmü? Deməli, A ştirik bərabərdir nəyə? 12 S-ə. Bir dənə S-i tapaq buradan. S bərabərdir nəyə? A ştirik bölünsün 12-yə. Düzdür? O yadımızda qalsın. İndi bunları silirəm. İndi mənə deyir ki, burada 1, 2, 3 prosesində, yəni bu prosesdə 1, 2, 3. 1, 2, 3 prosesində və PV diaqramında görülən iş nəyə bərabərdir? 1, 2, 3-ün altında qalan fiqurun sahəsinə, yəni bu fiqura, ümumi sahəyə, bunun altında qalan sahəyə bərabərdir. Bu fiqurun da sahəsini necə tapacağım? Hər biri S deyil. Bunlar neçədən S var burada? 4 bu tərəfə, eni 4 uzun. Olacaq 16 S, düzdürmü? Onda 1, 2, 3 prosesində görülən iş A bərabərdir. A ştirik. A ştirik bərabərdir nəyə? 16 S-ə. S-in biri nə qədər idi? A ştirik 1, 2, 3 yazaq da burada. 16 S, buradan S-in yerinə yazıram nə? 16 vurulsun. A ştirik bölünsün 12. Bu da edir nə qədər? İxtisar gedir qalır. 4 A ştirik bölünsün 3-ə. Bu da 14-cü məsələnin həlli. İndi keçirik 15-ci məsələyə. 15-də nə deyir bizə? 15-də deyir ki, bir atomlu ideal qazın halının dəyişməsi PV diaqramında verilib. Diaqramın 1, 2, 3 hissəsində qazın gördüyü xarici qüvvələr üzərində gördüyü iş 100 Joule olarsa, qapalı prosesdə qazın gördüyü işi hesablayın. Deməli, bizə hansı hissəni verib? 1, 2, 3, düzmü? Baxın buranı. Bu fiqurun, bu elə bil 1, 2, 3 prosesində görülən iş, elə bil buranı yoxmuş kimi təsəvvür edək də. 1, 2, 3 var elə bil. Ancaq 1, 2, 3 var. Burada görülən iş, burada altda qalan fiqurun sahəsinə bərabərdir. Yəni, baxın bu sahəyə. Bunu da birini S desək, eynən digər məsələdəki kimi, yəni 14-cü məsələdəki kimi. Hər birini S desək, 1, 2, 3-də görülən iş edir 4S. Deməli, 100 Joule nəyə bərabərdir? 100 Joule'u 4S bərabər edirəm 100 Joule'a, düzdürmü? 100 Joule. Çünki bu qazın gördüyü işdir də 100 Joule. Ona görə mənfi yazmadıq. Burada xarici qüvvələr sözü çaşdırmasın sizi. Çünki burada qazın xarici qüvvələr üzərində gördüyü işi deyir. 4S bərabərdir 100 Joule. S-i də tapdığı nə qədər?
25 joule. İndi nə deyir mənə? Deyir ki, 1, 2, 3, 4, 1 qapalı prosesində görülən işi tapın. İndi bu qapalı prosesdə görülən iş, baxın, bu fiqurun sahəsinə bərabərdir. Elə bir 1, 2, 3, 4, 1. Bu fiqur tamamlandı da, oldu düzbucaqlı qapalı fiqurdur. Deməli, qapalı prosesdir daha doğrusu. Ona görə də görülən iş bu fiqurun sahəsinə bərabər oldu. Burada da neçə dənə S var? 1, 2, 3, 4, 5, 6, 12 dənə S var. Düzdürmü? Onda 12 S'i tapacağım necə? 12 S bərabərdir 12 vurulsun 25. Bu da olacaq nə qədər? Elə bil 10'u vururuq 25'e 250. İçində vururuq 25'e 50. Bu da elədir 300 joule. 300 joule. İndi baxıram burada proses görək necə baş verib. Burada baxıram ki, proses saat əqrəbinin əksi istiqamətində gedir. Baxın, belə gedir, düzdürmü? 1, 2, 2, 3, 4, 1. Proses necə getdi? Saat əqrəbinin əksinə. Proses saat əqrəbinin əksinə gedirsə, onda görülən iş nə olur? Mənfi. Burada görülən iş A' bərabərdir mənfi 300 joule olacaq. Cavabımız oldu mənfi 300 joule. İndi keçirik 16-cı məsələyə. 16-cı məsələdə nə deyir? Bir atomu ideal qazın halının dəyişməsi PV diaqramında verilmişdir. Diaqramın 1, 2, 3 hissəsində qazın aldığı istilik miqdarı, yəni 1, 2, 3'də Q bərabərdir nəyə? 500 joule. 1, 4, 3 hissəsində isə qazın aldığı istilik miqdarı 1, 4, 3'də Q, bunu Q1 deyək, buna Q2. 300 joule'a bərabərdir. İndi deyir ki, 1, 2, 3, 4, 1 prosesi zamanı qazın xarici qüvvələr üzərində gördüyü iş nəyə bərabərdir? Termodinamikanın birinci qanunu yazıram. Buranı sileyim birinci. İndi baxıram. Termodinamikanın birinci qanunu necə idi? Delta U bərabərdir. Q çıx A' idi. Düzdür? Buradan Q'nu tapaq. Q bərabərdir nə? Delta U üstə gəl A' bərabərdir. Düzdürmü? Aha. İndi tətbiq edirik. Q 1, 2, 3 prosesində 1, 2, 3 prosesində başlanğıc nöqtə 1'dir, son nöqtə 3'dür. Düzdürmü? İndi daxili enerjinin dəyişməsi asıldır burada başlanğıc son nöqtələrdən. Yazıram nə? Delta U 1, 3 üstə gəl 1, 2, 3 prosesində görülən iş, yəni A, 1, 2, 3 işdir. Bərabər olub nəyə? 500'ə. Düzdür? İndi keçirəm hansına? 1, 4, 3'ü verib də bizə. Bunda Q, 1, 4, 3 bərabərdir nəyə? Yenə burada da başlanğıc vəziyyət 1, 4, 3, yenə 1'dir, 3'dür. Düzdür? Bunda delta U, 1, 3 yazıram. Başlanğıc son vəziyyətlərə əsasən. Üstə gəl nə? Üstə gəl 1, 4, 3 prosesində qazın gördüyü iş. Bu nəyə bərabər olub? 300'ə. Daxili enerji, buranı sileyim, daxili enerji ümumiyyətlə hal funksiyasıdır da. Yəni bizə ancaq başlanğıc və son vəziyyətləri lazımdır. Yəni burada 1, 3, burada da 1, 3'dür. Ona görə başlanğıc və son vəziyyətlər eynidir deyə burada daxili enerjinin dəyişməsi eyni olacaq. İndi mən bunları nə edirəm? Bunları tərəf-tərəfə çıxıram. Onda nə alacağım burada cavab? Q 1, 2, 3'dən çıxıram. Q 1, 4, 3'ü. Bu da eləyir nə? Burada 500 çıxılsın 300. Birinci bununla yazaq 1, 2, 3. Yəni A' 1, 2, 3 çıxılsın A, 1, 4, 3'ü verir bizə. Bu da eləyir nə qədər? 500 çıxılsın 300'də, yəni 200 joule. Aha. Bunu tapdıq. Bu qalsın bir qıraqda. İndi nə edirəm? 1, 2, 3 prosesində 1, 2, 3 prosesində
Görülən iş ümumi baxın bu fiqur deyəndə ki, bunun altında qalan sahə, yəni ümumi bura, bu hissədə. Bu alınan elə bir düzbucaqlının sahəsinə bərabərdir, düzdürmü? Amma 1, 4, 3-də görülən iş yalnız bunun altında qalan, baxın bu sahəyə bərabərdir. Düzdür? İndi mən 1, 4, 3-də görülən işi də, yəni bunları ayıraq. İndi buranı qırmızı rənglə çəkək. Ümumi buranı da göy rənglə ümumi çəkək. Aha, bunları ayrı bilək deyə belə çəkdim. Deməli, bunların fərqi mənə verir nəyi? Düzbucaqlının sahəsini. Düzdürmü? Həmin burada alınan bu düzbucaqlının sahəsi. Bizdən də həmin sahəni soruşur da. Deyir 1, 2, 3, 4, 1 hissəsində görülən işi deyin. Yəni, biz indi nəyi tapdıq? Buradan tapdıq bu fiqurun sahəsini. Yəni, cavabımız olacaq nə qədər? 200 col. Bu 16-cı məsələnin həlli idi. İndi keçirik nəyə? 17-yə. Haradadır 17? Hə, 17 buradadır. 17-dən nə deyir? Bunu silək. 17-ci məsələdə deyir ki, verilmiş kütləli bir atomlu ideal qaza 3 izoprosesdə Q bərabərdir 100 jol istilik miqdarı verilmiş. Onun bu proseslərdə gördüyü iş H' və daxili enerjisinin dəyişməsi delta-U cədvəldə göstərilmişdir. Prosesləri müəyyən edin, onları ardıcıl düzməklə qazın halının dəyişməsi diaqramında qurun. Aha, indi burada necə eləyəcək? Baxıram ki, birinci prosesdə iş görülmür. Düzdürmü? Qazın gördüyü iş sıfıra bərabər olub. Deməli, birinci prosesin adı nədir? Birinci proses izoxor prosesdir. İzoxor. İndi keçelim ikinci prosesə. İkinci prosesdə delta-U sıfırdır. Qaza verilən istilik miqdarının hamısı işin görülməsinə sərf olunub. Yəni, nə vaxt delta-U sıfır olurdu? Yəni, daxili enerjinin dəyişməsi. Temperatur sabit olanda daxili enerji dəyişmirdi. Amma daxili enerjinin, yəni daxili enerji özü U sabit olurdu. Amma daxili enerjinin dəyişmirsə, onun dəyişməsi nə olur? Sıfır olur da. Onda bu necə prosesdir? İzotermik prosesdir. İzotermik. Üçüncü prosesə baxıram ki, baxın burada Q 100 oldu. Delta-U nə qədərdir? 0,6 Q. Yəni 0,6 vurulsun 100. 60 joldur. Düzdür? Bu hansı proses idi? İzobar prosesi idi. Yəni təzyiq dəyişməyən proses. Həmçinin H-da yoxlayaq. H bəs nəyə bərabər olurdu? 0,4 Q-yə bərabər olurdu da. Onda buradan 0,4 vurulsun Q-nün qiyməti. Yəni 100. Bu da elədi nə qədər? 40 jol. Deməli, üçüncü prosesimizdə hansı prosesdir? Dediyi izobar prosesdir. İzobar. İndi nə edirəm? İndi qrafik qururam. Nəyindən asılılığını istəyir bizdə? V-nin T-dən asılılıq qrafikini istəyir. İndi V-nin T-dən asılılığını necə quracam? Buranı siləcəm. Gəlin elə burada quraq. Deməli, burada V-nin T-dən asılılığını quraq indi. Bu V-dir, bu da T-dir. Aha. İndi birinci hissə izoxor prosesdir. Deməli, nə olur? Həcm dəyişmir də. İzoxor prosesdir. Belə. İndi keçirəm. İkinci hissə necə prosesdir? İkinci hissə izotermik prosesdir. İzotermik prosesdə baxın. İzoxor prosesdə həcm dəyişmir axı. Həcm dəyişmirsə, həcm olan oxa perpendikulyar çəkirik. İzotermik prosesdə isə temperatur olan oxa perpendikulyar çəkirik. Aha, çəkdik buranı da. Aha, bunu çəkdik. İndi baxıram 2, 3 proses, daha doğrusu 3-cü prosesə. 3-cü prosesdə bizə deyir ki, izobar prosesdir. İzobar prosesdə necə olurdu? İzobar prosesdə V T ilə düz asılı olurdu. Yəni mən buradan da belə çəkəcəm. İzobar prosesidir.
Temperatur artan istiqamətdədir. Ona görə də bura deyək 1, bura deyək 2, bura deyək 3, 4. Burada 1-2 prosesi uyğun gəldi nəyə? Birinci prosesə. 2-3 prosesi uyğun gəldi nəyə? İkinci izotermik prosesə. Sonra baxırıq. Üçüncü hansına uyğun gəldi? Üçüncü də 3-4-ə uyğun gəldi. Bu hansı proses idi? İzobar, yəni təzyiq sabit qalan proses idi də. PV bərabərdir. Nu RT deyil. Burada əgər təzyiq sabit qalsa nə olur? Nu air onsuz da dəyişmir. Məsələn, verilmiş kütləli ideal qaz deyəndə nu air sabit qalacaq onsuz da. V də T-dən necə asılı olacaq? P sabitsə V ilə T düz asılı olacaq da. Ona görə də qrafikimiz belə oldu. İndi keçirəm hansısa 18. Baxırıq indi 18-ci məsələyə. 18-də deyir ki, T1 bərabərdir -10 dərəcə Selsi temperaturlu buz qızdırılaraq T2 bərabərdir 30 dərəcə Selsi temperaturlu suya çevrilir. Bu prosesdə maddənin daxili enerjisinin temperaturdan asılılığını uyğun temperaturları qeyd etməklə qurun. İndi biz daxili enerjinin temperaturdan asılılığını qurmalıyıq da, düzdürmü? Burada ümumiyyətcə proses 3 hissəli gedir. Yəni, birinci hissədə nə olur? Birinci hissədə -10 dərəcə Selsi temperaturlu buz, -10 dərəcə Selsi temperaturlu buz gəlir, çatır 0 dərəcə Selsiyə. 0 dərəcə Selsiyə çatana kimi buna nə etmişik? İstilik alıb ki, bu neyinib? Temperaturu artıb, daxili enerjisi artıb, o artıb. İndi 0 dərəcəyə çatıb, 0 dərəcəyə çatanda ikinci proses baş verir. İndi ikinci hissədə bu 0 dərəcə Selsi temperaturdadır, düzdürmü? Həmin bu 0 dərəcə Selsi temperatura çatanda istilik miqdarı alır da, düzdürmü? Yavaş-yavaş bunun aqreqat halı dəyişir. Amma temperatur dəyişmir. Demişik, temperatur dəyişmirsə, onda aqreqat halı daha doğrusu dəyişirsə, temperatur bu prosesdə dəyişmir. Tək ərimə olmasın, qaynama olsun, başqa yəni aqreqat halı dəyişən proseslərdə temperatur dəyişmir heç zaman. İndi burada nə oldu? Ərimə baş verir. Ərimədə də aldığı istilik miqdarı ilə sərf olunur molekullar arası rabitənin qırılmasına, düzdürmü? Yəni buz çevrilir suya. İndi daxili enerjidə kinetik və potensial enerjilərin cəminə bərabərdir də, düzdürmü? Burada indi ərimə zamanı molekulların kinetik enerjisi dəyişməyəcək, amma molekullar arası rabitə qırılır. Yəni potensial enerji artır, düzdürmü? Buz burada nə edir? Buz əriyir. Aha. İndi keçirəm 3-cü prosesə. 3-cü prosesdə isə 0 dərəcəyə çatıb buz və çevrilir maye. 3-cü hissədə artıq 0 dərəcə Selsidən 30 dərəcə Selsiyə kimi baş verir. Burada artıq bu əriyən su nə edir? Qızır artıq. Burada su qızır. İstilik alır, su qızır, düzdürmü? Daxili enerjidə nə edir? Daxili enerji artır. İndi biz nə edirik? İndi biz unun T'dən asılılığını qururuq. İndi biz burada unun T'dən asılılığını qururuq. Temperatur başda nə qədərdir? -10 dərəcə Selsidir. Qeyd edək burada. -10 dərəcə Selsidir. İndi başda müəyyən bir qiymət var idi da, daxili enerjinin, düzdürmü? Bu gəldi, bu gəldi. Çatdı, məsələn, müəyyən bir qiymət aldı. Burada qeyd edək bunu. Müəyyən bir qiymət aldı. Daxili enerji yavaş-yavaş neynədir? Artdı. Düzdürmü? Bura -10 dərəcə Selsi idi. Bura indi U1 qeyd edək. Bura U1 uyğundur. Sonra nə oldu? Keçdi ikinci hissədə neynədir? İkinci hissədə temperatur dəyişmir. 0 dərəcədədir. Baxın, mən də burada qeyd elədim. 0 dərəcədə temperatur, düzdürmü? Daxili enerji potensial enerjinin hesabına neynir? Artır. İndi keçirəm 3-cü hissəyə. 3-cü hissədə artıq 0 dərəcə ilə bura 0 dərəcədə 30 dərəcə arasıdır. Düzdürmü? 30 dərəcə Selsi. Burada nə baş verir? Artıq burada
Həmin o əriyən su neyinir? Qızır. Ona görə nə olur? Daxili enerji artır. Baxın belə. Bu da uyğundur. Bu nöqtəyə də bir U2 deyək. Bu artdı. Burada bir U3 uyğun gəlsin. Aha. Bu da oldu daxili enerjinin temperaturdan asılı qrafiki. Şimdi keçirəm 19-cu məsələyə. 19-cu məsələ burada qalıb. Deməli, 19-da nə deyir? Verilmiş kütləli bir atomun ideal qazın halının dəyişməsi diaqramı verilib. Diaqramın 1-2 hissəsində qazın aldığı istilik miqdarı 100 jol olarsa, 1-2-3 hissəsində aldığı istilik miqdarı nəyə bərabər olar? Aha. Baxırıq indi 1-2 hissəsinə. 1-2 hissəsi, baxıram P-nin T-dən asılılığına. P-nin T-dən asılılığı düz asılılıqdır. Nə zaman hansı prosesdə P T-dən düz asılı olur? İzoxor prosesdə. Təbii ki, 1-2 prosesində V sabitdir. V bərabərdir konstant. Düzdürmü? Deməli, burada nə oldu? Bura izoxor proses oldu. İzoxor proses olduğu üçün görülən iş 0 olacaq. Qazın gördüyü iş, xarici qüvvələrin qaz üzərində gördüyü iş 0 olacaq. Bunda Q nəyə bərabər olacaq? Q ilə delta U-ya bərabər olacaq. Onda 1-2 hissəsində qazın aldığı istilik miqdarı 100 oldu. Daxili enerjisi ilə 100 olur da. İndi keçirəm 1-2 prosesində. Onda elə qazın aldığı istilik miqdarı delta U-ya bərabərdir də, düzdürmü? Elə Q 1-2-yə baxırdım da. Q 1-2-də bu daxili enerjinin üstünü yazaq. 2-də 3 nu R T. Düzdürmü? Nu R T. 2-də 3 nu R T-yə yazıb, indi nə yazıram burada? Bu bərabər olub 100-ə. Düzdürmü? 100 jola bərabər olub 1-2 prosesində. İndi keçirəm 2-3 prosesinə. 2-3 prosesində isə P sabitdir, düzdürmü? P sabit olanda nə olurdu bəs? İndi bizdən nəyi soruşurdu? 1-2 prosesindəki Q-nü verib də bizə. İndi bizə deyir 1-2-3 prosesində elə aldığı istilik miqdarı ümumi nəyə bərabər olar da? İndi mən nəyi tapıram? 2-3 prosesində Q-nü tapıram. Q, 2, 3-ü tapıram. Bu da 1-2 izobar prosesdə qazın aldığı istilik miqdarı necə tapılırdı? Burada artıq 2-də 5 nümertə yaza bilərəm də. Yəni 2-də 5 U-ya bərabər olurdu da. Daha doğrusu indi burada nə yazmalıyam? Yazmalıyam 2-də 5 vurulsun nəyə? 2-də 5 daha doğrusu A-ya bərabər olur da. İndi burada yazıram nə? 2-də 5 vurulsun nu R temperatur dəyişməsini yazmalıyam. İndi temperatur necə dəyişib? 5T0-dan 2T0-dan daha doğrusu 5T0-a gəldi. Düzdürmü? Onda burada nə yazacağım? Temperatur dəyişməsinin yerinə son qiyməti çıxsın başlanğıc qiyməti. Yəni 5T0 çıxılsın 2T0. Bu da eləyəcək nə qədər? 2-də 5 vurulsun nu R vurulsun. 5T'dən 2T'ni çıxanda eləyəcək 3T. Düzdürmü? 3T. İndi nə yazıram? Buradan baxın, elə bil ki, bayaq tapdım da 2-də 3 nu R T bizə vermirdi 100 jolu. Bunu buradan elə bunun yerinə yazım da 100 jol. Düzdürmü? Baxın 2-də 3 nu R T eləyir də bu. Onda olmur 5 vurulsun 100. Bu da elədi 500 jol. Bu da elədi indi 500 jol. Aha. İndi keçirik nəyə? İndi baxıram 20-ci məsələyə. 20-ci məsələdə bizə deyir ki, 20-də verilmiş kütləli bir atomlu ideal qaz üzərində 1-2-3 prosesi zamanı görülən iş A-dır. 1-2-3-də ümumi 1-2-3 prosesində görülən işi verib nə qədər A. İndi deyir ki, 1-2 və 2-3 proseslərində qaz üzərində görülən işlər nəyə bərabər olar? Aha. Deməli, biz baxırıq burada 1-2-3 hissəsində görülən iş A-dırsa, düzdürmü? Burada görülən ümumi işlərə baxırıq da, düzdürmü? Bu fiqurun altında qalan sahəyə baxırıq, düzdür? 1-2-3-də.
İndi bu fiqurların hər birini sahəsini S qəbul etsin. S. Hamısına S yazıram da, düzdürmü? Yazdıq hamısına elə S. Bu 0,5 S eləyir. Çünki yarısıdır kvadratın. Bu da 0,5 S. Hə, buranı qeyd eləmirəm. 1, 2, 3 burada bitir. Bizə lazımdır bu fiqurun sahəsi. Burada nə qədər S var? 1, 2, 3, 4, 5. Bircə dəqiqə burada 2 sıradır. 2-ni vuracağım 5'ə. Burada 10 S var. Burada da 11, 12, 13, 14, 15, 16, 17 S. Buradan da 0,5 S'lərin cəmi 18 S. Düzdürmü? 18 S bərabərdir A-dır. Bunu qeyd elədik. İndi 1, 2-də, bir də 2, 3-dəkilərə baxaq. Məsələn, 1, 2-də görülən iş. Baxın, burada qalan sahədir. Burada qalan fiqurun sahəsi. S, hamısına S yazıram. Neçə dənə S var burada? 3 dənə belə, 4 dənə belə, 12 dənə S. 12 S. Buradan bir dənə S'i tapaq. S bərabərdir A bölünsün 18 deyil. Onda 12 S nəyə bərabər olacaq? 12 S bərabər olacaq. 12 vurulsun A bölünsün 18'e. Düzdürmü? Bu da eləyəcək nə qədər? 3'ə ixtisar getsin bunlar. Burada qalır 4. Bu da 3'ə ixtisar gedəndə qalır burada 6. Bir də 2'yə ixtisar aparaq. Burada qalır 3. Burada qalır 2. Yəni 2A bölünsün 3 tapdıq. Düzdürmü? Bunu tapdıq 2A bölünsün 3. İndi keçirəm 2-3 prosesinə. 2-3 prosesində görülən işi tapmaq üçün bunun altında qalan fiqurun sahəsinə baxıram. S, bu da S. Burası 0,5 S. Burada 0,5 S. Düzdürmü? İndi bu da ilədə neçə S ümumi? 5. Bu da 6 S'dir. 6 S nəyə bərabərdir bəs? 6 vurulsun A bölünsün 18'e. Bu da ilədə nə? A bölünsün 3. Aha. Bunu tapdıq. İndi keçirik nəyə? 20'ni yazdıq. İndi keçirik 21-ci məsələyə. 21-ci məsələdə nə deyir? Deyir ki, verilmiş kütləli bir atom ideal qazın halının dəyişməsi V-T diaqramında verilib. İndi deyir ki, diaqramın A-B hissəsində qazın daxili enerjisinin dəyişməsi U0 olarsa, A-B-C hissəsində daxili enerjisinin dəyişməsi nəyə bərabər olar? AB hissəsində baxıram. AB hissəsində buranın hər birinə gəlin T deyək də. T, bura olur 2T, bura olur 3T, 4T, 5T, 6T, 7T, burada 8T olsun. Düzdürmü? İndi burada A'dan B'ye keçəndə, düzdürmü? Nə qədər dəyişir T? 2T'dən gəlir 4T'yə də. 4T'dən çıxmalıyım 2T'ni. 2 temperatur dəyişməsini tapım. Bu da delta T nəyə bərabərdir? 2T'yə. Yəni 4T'yə çıxılsın 2T. Bu da 2T. Düzdürmü? Əgər burada delta T 2T'yə bərabər olubsa, burada daxili enerjisinin dəyişməsi AB prosesində U0 olubsa, delta U bərabərdir U0 olubsa, indi bizdən soruşur BC hissəsini tapın. BC-də nəyə bərabər olacaq? BC-də deyək ki, 4T imiş temperatur. Olub nə qədər? 8T. Temperatur dəyişməsi delta T nəyə bərabər olub? 8T çıxılsın 4T-yə. Yəni 4T-yə bərabər olub, düzdürmü? Onda daxili enerjinin dəyişməsi də nə edir? 2 dəfə artır da. Onda nə olur? Delta U ikinci hissədə olur 2U0-a. Ümumi prosesi soruşur. Delta U nəyə bərabərdir? U0 üstə 2U0. Deyək nə qədər? 3U0. İndi keçirəm 22-yə. 22-də nə deyir? 22-də deyir ki, verilmiş kütləli bir atomun ideal qazın temperaturunun eyni qədər artırılması zamanı izoxor prosesə nəzərən izobarik prosesdə sistemə 100 joule çox istilik miqdarı lazım oldu. İzobar prosesdə sistemin daxili enerjisinin dəyişməsini və qazın xarici qüvvələr üzərində gördüyü işi hesablayın deyir. 22 nə bildim şəkil var.
İndi 22-də deyir ki, verilmiş kütləli bir atomun ideal qazdır. Düzdürmü? Temperaturunu eyni qədər artırırlar. İndi izoxorik prosesə nəzərən izobarik prosesdə sistemə 100 volt daha çox istilik lazım oldu. Düzdürmü? Termodinamikanın birinci qanunu Q üçün yazsaq, Q bərabərdir delta U, üstəgəl A' şəklində idi də, düzdürmü? Onda birinci hissədə elə bil ki, izoxor prosesdə daha doğrusu izoxorik prosesə nəzərən izobarik prosesdə 100 volt daha çox istilik miqdarı sərf olunub da, düzdürmü? İzoxor prosesdə sistemə verilən istilik miqdarı nəyə sərf olunur? Delta U-ya sərf olunur da, yəni daxili enerjisinin dəyişməsində. Çünki A 0 olur. Buna yazırım izoxor. İndi keçirəm ikinci izobar prosesə. Q yazıram bura P bərabərdir konstant olsa. Nəyə bərabərdir? Burada delta U ilə A-nın cəminə bərabərdir də. Düzdürmü? A' daha doğrusu cəminə bərabərdir. Onda mən indi bunları tərəf-tərəfə çıxım. Böyük olan hansıdır burada? İzobar prosesdə izoxorik prosesə nəzərən daha çox sərf olunan izobarik prosesdir. Onda izobarik prosesdən, yəni delta U plus A'-dən çıxıram nəyi? Delta U-nu. Bu da nəyə bərabər olur? Bu da bərabər olur A'-ə. Düzdürmü? İndi burada A' bərabər oldu. Yazıq bunu. İndi bu A' nəyə bərabər olur? Bunların fərqi 100 deyildi. Bunu da qeyd elədik. A' bərabərdir 100 tapdım. Düzdür? İndi bizə deyir ki, daxili enerjisinin dəyişməsini və görülən xarici qüvvələr üzərində gördüyü işi hesablayın. Bu 100 voltsa, elə xarici qüvvələr üzərində gördüyü işdə, qazın gördüyü iş nə qədər tapdıq? 100 tapdıq da, düzdürmü? Xarici qüvvələrin gördüyü iş desəydi, onda artıq nə olardı burada? Xarici qüvvələrin gördüyü işi desə, mənfi 100 olardı da. Daxili enerjinin dəyişməsi isə delta U nəyə bərabərdir? İndi burada 0, baxın, Q A-nı tapdıq 100 volt, düzdürmü? A-nı tapdıq 100 volt. İndi burada A'-də, yəni Q bərabərdir Q elə bil ki, P sabit olanda A' tapdıq da buradan. Bu A' nəyə bərabər idi? Həmin bu A'-də bərabər idi nəyə? İzobar prosesdə də, yəni 0,4 Q-yə bərabər idi də. Bu da nə qədər edir? 0,4 A' daha doğrusu neyləməliyəm? Bölməliyəm 0,4-ə Q-nu tapmaq üçün. Q bərabərdir A' bölünsün 0,4 yazmalıyım. Bu da edir 100 bölünsün 0,4. Bunu da böləndə edir nə qədər? Elə bil ki 25 edir də bunu böləndə. 25 yox, daha doğrusu 250 edir. Bu elədi 250 joule. Düzdürmü? Delta U indi nəyə bərabər olacaq? Delta U da bilirik ki 0,6 Q-yə bərabər olur da. Biz buradan Q-nu tapdıq 250. Ona görə də 0,6-nı da vuracam 250-yə. Nə qədər eləyəcək bu? Bunu da vuranda, vuraq bunu. Eləyir nə qədər? 0,6 150. 150 joule. Bunu da elədik. İndi keçirik 23-cü məsələyə. 23-cü məsələdə bizə nə deyir? Deyir ki, qabda 4 dərəcə Selsi temperaturda su var. Bir də onun üzərində temperaturu 0 dərəcə Selsi olan buz parçası var. İstilik mübadiləsi prosesində buz və suyun temperaturları və kütlələrinin dəyişməsi haqqında fikrinizi izah edin deyir. Ümumiyyətcə burada 4 dərəcə Selsi temperaturlu sudur. Bir də 0 dərəcə Selsi temperaturlu buzdur. Düzdürmü? Temperatur həmişə nə olur? Çox olan hissədən az olan hissəyə ötürülür də, düzdürmü? Burada da temperatur daha çox olan sudur da, düzdür? Burada indi nə olacaq? Sudan buza ötürüləcək də temperatur. Nə oldu indi nəticədə? Su soyuyur, su soyudu.
Çünki istilik verir də, düzdürmü? Amma artıq nə olur sonrakı hissədə? Buz istilik aldı, düzdürmü? Qızmır buz. Amma əriyir. Çünki 0 dərəcə temperaturda artıq 0 dərəcə temperaturda buzun aqreqat halı dəyişir axı. Burada nə olur? Elə bil ki, buz temperaturu alır, əriyir. Düzdür? Yavaş-yavaş əriyir. Ərimə temperaturundadır ona görə. İndi baxıram nəyə? Bərk maddələrin ümumiyyətcə xassələrini keçəndə bu daha ətraflı keçir. İndi bu məsələnin yeri deyildi əslində, amma yenə də deyək. Birinci hissəni yenidən deyək, su soyudu, nə oldu? Suyun temperaturu azaldı. İkinci hissədə də artıq buz əriyir yavaş-yavaş. Onda buzun temperaturu nə edir? Sabit qalır da. Aqreqat halı dəyişirsə, ümumiyyətcə temperatur dəyişmir çünki. Su soyuyur, nə olur? Su soyuyanda suyun kütləsi dəyişmir, düzdür? Amma buz əriyir axı. Buz əriyirsə buzun kütləsi azalır, düzdür? Amma burada buz suya çevrildiyinə görə ümumi suyun kütləsi artır, düzdür? Əgər suyun kütləsi və temperaturu çox olsa, onda hətta buzun tamamını da əridə bilər. İndi bu asılıdır suyun kütləsindən və temperaturundan da. İndi nə oldu burada? Dəyişməni belə izah elədik ki, buzun temperaturu dəyişmədi, çünki aqreqat halı dəyişir də, düzdür? Amma su neynədir? Kütləsi daha doğrusu. Buzun kütləsi yavaş-yavaş azaldı, suyun kütləsi artdı. Bizə də deyirdi, kütlələrinin dəyişməsini izah elə də. Temperaturu da dedik, su soyudu, temperaturu azaldı, buzun temperaturu sabit qaldı. İndi keçirik 24-cü məsələyə. 24-cü məsələdə bizə nə deyir? 24-də deyir ki, sabit kütləli bir atomlu ideal qazın halının dəyişməsi P-T diaqramında verilmişdir. Diaqramın AB hissəsində qazın daxili enerjisinin dəyişməsi U0 olarsa, ABC hissəsində qazın daxili enerjisinin dəyişməsi nəyə bərabər olar? AB hissəsinə baxırıq birinci. AB hissəsində daxili enerjisinin dəyişməsi U0-dır. Düzdürmü? AB prosesində nə baş verir? Məsələn, hər bir yerə temperaturu qeyd edək. T, bura 2T, bura oldu 3T, bura oldu 4T, bura oldu 5T, 6T, burada olsun 7T. Düzdürmü? Qeyd edirik hamısı. İndi A-dan B-yə keçəndə temperatur dəyişməsi olur nə qədər? 4T çıxılsın 2T-də. Bu da edir 2T-yə bərabər olur. Düzdürmü? 2T oldu. İndi BC hissəsində nə olur bəs? Temperatur 7T olur da, 7T. 4T-dən gəlir nəyə? 7T-yə. Bunda temperatur dəyişməsi delta T nəyə bərabər olur? Son qiymət 7T çıxılsın 4T. Olur nəyə? 3T. Düzdür? Bunu qeyd elədik. İndi nəyi tapıram? U, yəni daxili enerjinin dəyişməsi. Delta U AB prosesində nəyə bərabər olur? Ümumiyyətcə 2-də 3 nu RT-yə bərabər olur da. Nu T-nin yerinə 2T yazacağım. Yazdıq. Düzdürmü? İndi burada 2'lər ixtisar etdi. Qaldı burada nə? 3 nu RT. Bunu nə qədər verib bizə? AB prosesində U0 vermişdi. Düzdür? Onda bunu bir yerə, bir kənara qeyd edək. Onu indi keçirəm U, delta U, B, C-yə. Düzdürmü? Bunu da yazıram. 2'də 3 nu R vurulsun temperatur dəyişməsinə qədərdir? 3T. 3T. Yazdıq bunu. İndi 3 nu RT-nin yerinə nə yazmalıyım? 3 nu RT-ni bizə verib U0. Onda 2'də 3 nə olacaq? 2'də 3 nu RT vurulsun 3. Böyləcə nə qədər? 2'də 3 U0. Düzdür? İndi 3 RT 2'də 3 nu R. Burada biz almadıq 2'də 3 U0, yəni 1,5 U0. Bizdən ümumi prosesi istəyir. Yəni A, B, C-də delta U-nun dəyişməsini.
Bu neye bərabər olur? Buradakı U0'ın üstünə gələn 1,5 U0. Bu da eləyir nə qədər? 2,5 U0. İndi keçirəm 25-ci məsələyə. 25-ci məsələdə bizə nə deyir? 25-də deyir ki, sabit kütləli bir atomu ideal qazın halının dəyişməsi P-T diaqramında verilmişdir. Diaqramın AB hissəsində qazın aldığı istilik miqdarı Q0 olarsa, ABC hissəsində qazın aldığı istilik miqdarı nəyə bərabər olar? Bunun hər birinə burada temperaturu qeyd edək. 2T, burada oldu 3T, burada 4T, burada olsun 5T, 6T, 7T, burada olsun 8T. Düzdürmü? İndi burada nə oldu? Burada AB hissəsində qazın aldığı istilik miqdarı Q0'dır. Düzdürmü? AB hissəsinə baxıram ki, VT-dən düz asılıdır. Nə vaxt VT-dən düz asılı olurdu? İzobar prosesdə. Yəni, burada baxıram QAB-yə. QAB-yə. Bu izobar deyildi. İzobar. İzobar prosesdə Q nəyə bərabər olurdu? 2'də 5 vurulsun nəyə? Nüer T'yə bərabər olurdu. Düzdür? Nüer T'yə. Nüer delta T'yə daha doğrusu. 2'də 5 nüer delta T yazıram. İndi burada baxıram ki 2'də 5 nüer 2'də 5 nüer delta T nə olur burada? 2T'dən gəlir 4T'yə də, yəni olur nə qədər? 2T. Düzdür? İndi bu da nəyə bərabər oldu? Nüer T. Burada 2'ləri ixtisar apardıq. Qaldı 5 nüer T. Düzdürmü? Bu 5 nüer T verib bizə Q0'dır. Q0'ı verib, indi deyir ki, ABC-ni ümumi tapmalıqda. QBC-ni tapaq. Bu da bərabərdir delta U daxili enerjinin dəyişməsinə. Çünki burada görülən iş sıfırdır. Çünki izoxor prosesində verilən istilik miqdarı, qaza verilən istilik miqdarı elə sərf olunur daxili enerjinin dəyişməsinə. Bu da elədir nə qədər? 2'də 3 nüer delta T. İndi bizdə əsas məsələ delta T'ni tapmaqdır. 4T'dən gəlib 8T'yə. Nə qədər dəyişib temperatur? 4T. Bunu nə yazıram? 2'də 3 nüer vurulsun 4T. Buradan da nə yazırıq? 2'də 3 vurulsun nüer delta T deyil. Buradan 5 nüer T. Baxın buradan bunu tapaq bir dəqiqə. 5 nüer T bərabərdir Q0 deyildi. Onda nüer T neyindir? Q0 bölünsün 5. Düzdürmü? Burada ne yazıram? 2'də 3 vurulsun 4 vurulsun nüer T'ni yazıram. Düzdür? Nüer T. Nüer T'nin yerine nə yazacağım? Q0 bölünsün 5. Bu da elədir nə qədər? Bu 2'lər ixtisar etdi. 2 və 6 Q0 bölünsün 5 tapdım. Düzdür? Yazdıq 6 Q0 bölünsün 5. İndi ümumi bu da nə qədər edir? 1 tam 5'də 1 Q0 edir də. Bu nə deməkdir? 1,2 Q0 deməkdir. İndi ümumi prosesdə Q'nu ümumi istəyir. Bu da nəyə bərabər olur? Q0 üstə gələn 1,2 Q0. Bu da elədir nə qədər? 2,2 Q0 elədir də. İndi keçirəm 25 yazdıq 26-cı məsələyə. İndi bunu da silirik. Keçdik 26'ya. 26'da bizə nə deyir? 26'da deyir ki, sabit kütləli bir atomun ideal qazın halının dəyişməsi diaqramda verilmişdir. Diaqramın AB hissəsində qazın xarici kütlələr üzərində gördüyü iş bərabərdir nəyə? A0-a. ABC hissəsində gördüyü iş ümumi nəyə bərabərdir deyir. İndi bizə verib birinci AB hissəsində görülən işi verib A0. AB hissəsində görülən iş, baxın, bu fiqurun sahəsinə bərabərdir. Bununla hər birinə S desək, S. Bura düşür 0,5 S. Çünki həmin kvadratın yarısıdır. Ümumi neçə S oldu? 1, 2, 4, 5, 6 S.
6s bərabərdir A0. Bunda s'in biri s bərabərdir nə eləyir? A0 bölünsün 6. İndi ABC hissəsində görülən işi istəyir. ABC hissəsində görülən iş ümumi bu sahəyə bərabərdir də. Ümumi burada əmələ gələn sahəyə bərabərdir. Bu da neçə s-dir? Burada 3-ü belə, 4-ü belə. 12s burada, 6s də burada. 18s. 18s də bərabərdir nəyə? 18 vurulsun. A0 bölünsün 6. Bu da elədi nə qədər? 3A0 tapılır.